Ona göre insanların içerisinde necədirsə, Rəbbi ilə baş-başa qalanda da elə olmalıdır. Yoxsa, nədir, nəticəsi pisdir, necə ki İbn-i Qeym Rahimullah deyir, pis fikirlər irəli sürməyə başlayır. Və xəfəil haqqı və həmçinin haqqa nail ola bilmir. Haqq ondan gizlin qalır. Haqqı başa düşə bilmir, tapa bilmir haqq hardadır. Haqq kimin söylədiyindədir. Tapa bilmir. Səbəb nədir? Səbəb onun Rəbbi ilə arasında gizlində olan əməlləridir. Günahlarıdır ki, mane olur ona, haqqı tapa bilmir. Və həmçinin şeyx deyir ki, və xumulü zikri, baxırsan ki, Allah subhanətən zikr etməkdə tənbəlləşir. Uzaqlaşır Allah subhanətən, zikr eləyə bilmir. Və ida'atul vakti, və vaxtını zay eləməyə başlayır. Necə ki, Şeyx Fovzan Hafizullah bu məsələyə toxunur, deyir, bəzi insanlar deyirlər ki, gedək vaxt öldürək. Vaxt sənin düşmənin deyil ki, deyir, onu öldürəsən. Vaxt sənə verilmiş ən böyük nimətlərdəndir. Və nifratul xalqi, və həmçinin sənin günahlara dalmağın, məxluqatın, digər insanların sənə nifrətinə səbəb olur. وَالْوَحْشَةُ بَيْنَ الْعَبْدِ وَبَيْنَ رَبِّهِ, və həmçinin günahlar Rəbb ilə qulu arasında soyuqluğa səbəb olur. وَمَنْعَ إِجَابَةِ الدُّعَى, onun dualarına cavab verilməsinə mane olur günahlar, etdiyi günahlar. وَقَسْوَةُ الْقَلِبِ, və həmçinin qəlbinin sərtləşməyinə, insanlara qarşı rəhimli olmamağına, Allah subhanət halaların ibadət etməyindən ləzzət almamağa başlayır. Qəlb sərtləşir. وَنَحْقُ الْبَرَكَةِ فِي الرِّزْقِ وَالْعُمْرِ, həmçinin ruzidə, ömründə bərəkətin itməyinə səbəb olur günahlar. Və hələ şeyx burada günahların pis nəticəsindən danışır, dünyada ikən başımıza gələcək pis nəticələri. Şeyx axirətdə başımıza o günahlar ucbatından gələcəkləri hələ qeyd edəmir.